Değerli izleyiciler, her birinizi salamlayıram. Herhalde bu neçə il ərzində biz hansı xidmətlər göstərmişik, hər biriniz xəbərdarsınız. Yenidən sizə deməyə ehtiyac yoxdur. Hər kəsin dəyərini verir, bilir, hamını tanıyırlar. Əlbəttə çalışırdıq ki, kənddə olan o şəxsi münasibətlər zəminində ayrı bir verilişlər səsləndirməyək. İnsanları çalışaq ki, bir-birisinə əmrlərini itəməyək. Amma görünür ki, bundan istifadə eləyib bizə qarşı da işləyən qüvvələr var. Bu günlərin mən görəndə ki, Nurlu Səhər TV saxta profili yaradıb, orada hətta mənim şəklimi qoyub, aid olmayan, xəbərim olmayan bir verilişlər yerləşdirmək, hətta orada mənim adımdan şəhərlər bölməsinə nələrsə yazmaq, bu həqiqi mənada mən deyərdim ki, xəyanətdir. Heç də necə ki istəmirdim kəndimizdə qarşılıqlı münasibətlər pozulsun, dəstək, həmrəylik pozulsun. Məcbur olub, mən Daxili İşlər Nazirliyinə müraciət elədim. Dərhal münasibət bildirdilər, gəldilər istintaq bölməsi, öz ərzəmlə müraciətimi də verdim, izahatımı qeyd elədim. Bu insanlar sözsüz ki, öz cəzasını alacaq. Burada kim nəyə xidmət eləyir, öz işlərini biz iyrəc əməllərdən daim kənardayıq. Çalışıb, yaxşı insanların əməllərini biz kanalımızda göstərmək fikrindəyik. Salam Nurlu Səhər TV izləyiciləri. Eldar müəllim, həqiqətən düz deyirsiniz ki, biz bir kənddə yaşayırıq. Bax, bu dedikodular, bu nə bilim mən yalan söhbətlər, bundan sonra söz qayırmalar, kanalın adından istifadə etmək, bax bunlara nə gətirir, mən başa düşə bilmirəm. Bizim kanalımız kənddə bir dənədir. Yəni, onu demək istəyirəm ki, yəni, bax, bizim kanalımızdır, Nurlu Səhər TV-dir. Bizim kanalımızdır, baxın, baxın. Bu kanalın adından istifadə etmək ən azından bu əxlaqsızlıqdır. Bu heç bir çərçivəyə sığmayan bir işdir. Bax, bu günlərdə həmən məsələn müzakirə qoyduq. Müzakirə nəticəsində biz 102 xidmətin dəvətlədik və artıq izahatımızı vermişik ki, bax, belə nöqsanlara, belə şeylərə yol vermək olmaz. Çünki bu ən azından qərəzçilikdir, ən azından bu bizə qarşı olan təxribatdır. Vacib bəy, şəxsi münasibətlər zəminində nələrsə yaratmaq istəmək ayrı şeydir. Bütün bir kanalı, bu kanalda görün neçə nəfər əməkdaş var. Bunların adından gedir. Bir kanalı, hansısa bir iyrənc oyuna, kimi isə şəxsi münasibətləri zəminində olan məsələyə qatmaq heç bir nə mənəviyyata sığmır, nə əxlaqa sığmır, heç bir şeyə. Buna görə də mən bugünkü məqsədim odur ki, insanlar yanlış başa düşməsin. Əlbəttə, hər kəsin baxış prizması eyni deyil. Kimsə həqiqətən inana bilər ki, görürsünüzmü? Misal üçün, Eldar müəllim nə fikirdeydi, nə əqidədəydi, əqidəsindən 180 dərəcə döndü, indi təmiz ayrı yol tutub. Yəni, bu yanlışlığı hər biriniz biləsiniz və o, yenə deyirəm, bizi yaxşı tanımayan, bilməyən, ola bilsin heç bizim kənddə yaşamır, elə insanlar var ki, bizim kanalımız haqqında mənfi fikirdə olmasın. Məqsəd budur. Yəni biz sözümüzü demişik, həmişə kəndin içindəyik, insanların içindəyik, problemlərinin ortasındayıq. Çalışırıq ki, bacardığımız, imkanlarımız səviyyəsində bu kəndin insanları yaxşı yaşasın. Eldar müəllim, bizim kanalımız təbii ki, kəndimizə xidmət edir. Kəndimizdə müxtəlif verilişlər, müxtəlif problemli verilişlərimiz olubdur. Buna görə də nəinki bizim kanalımız kəndimizdə, regionda və regiondan qıraqda öz fəaliyyətini göstərir. Yəni bizim əməkdaşlarımız var, başqa yerlərdə, başqa regionlarda bizim əməkdaşlarımız var. Onlar da bu kanalda çalışırlar, bu kanalda xidmət edirlər. Təbii ki, bizim kanalımız gözəl verilişlər hazırlayır, gözəl, düz və qərəzsiz, bəli, Eldar bəy, bizim kanalımızın əməkdaşlarının haqqını tapdalamaq olmaz. Çünki niyə? Çünki orada bizim kanalın əməkdaşlarının zəhməti var,
haqqı var. Bu haqqı da danmaq ən azından insanın gözünə qara su gələr. Mən belə hesab edirəm. Sözsüz ki, təkcə kəndimiz deyil, yəni mən bu təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, Bakı şəhərində, digər bölgələrdə bizim o məşhur həm yerlimiz Aytəkin xanım da bizi daim izləyir, bizə həvəs verir, ruh verir ki, çox gözəl kanaldır. Yəni təəccüb eləyirlər, misal üçün, belə şeyləri eşidəndə ki, nə oldu bu kanala ki, birdən-birə 180 dərəcə döndü, ayrı şey oldu. Buna görə də bir daha hər birinizdən xahiş edirəm ki, diqqətli olasınız. O saxtakarları, bu kəndimizdə, o birliyə, həmrəyliyə, zərbə vurmaq istəyənlərin yolları kəsilsin. Biz də çalışıb hüquq müstəvisində də bu addımı atmağa məcbur olmuşuq. Buna görə də bizdən inciməsinlər, çalışıb bu işi görənlər öz məsuliyyətinə cavab verəcək.